Noyabrın 9'undan Ağdərənin Vəng kəndinə gəlmişik. Baxın, darvazanın bir tayı qoyulub, bir tayının yeri qırıqdır, qoyulmuyor. Bir damdır. Ev bir damdır. 4 otaqdan ibarət olan evi bölüblər 2 otaq. Bir üzə salıblar, 2 otaq bir üzə salıblar. Evin bir başına çıxış qoyublar. Bir ailə yığıblar, bir başına da çıxış qoyublar, bir ailə yığıblar. Evin yağmurluqları yoxdur. Baxın, görülən işə baxın. Dövlətin ayırdığı pul, hani ki bunların gördüyü işə baxın. Baxın, yağmurluqlar yoxdur. Yağış yağır bura. Bax, mənim əlimdən gələn bax budur. Bax, bununla mən yağışın qarşısını alıram. Yağış yağır bura, buradan dolur badvala. İndi gedək hamama. Hamam tikiblər. Baxın hamama. Baxın, taxta qırılır. Bax, taxta qırılır, çökür. Baxın. Baxın, cənab prezident. Qaşqın.com sizin verdiyiniz vəsaitin neyin efti ki, bax, bizə zülüm verir. Baxın. Ermənidən qalan bir dənə üst dolu vermirlər ki, cəmaat altına qoysun, otursun ki, qadağandır. Ermənidən qalan əşyanı işlətmək olmaz. Baxın, ermənidən qalma hamamdır. Çirkənə baxın. Mən ayın 9'undan üzbəri çalışıram, mən bunu təmizləyə bilmirəm. Baxın. Altdan yuxarı torpaq qaynayır hər tərəfdən. Baxın, əl yulan düzəldiklər. Baxın. Əl yulanın kanalizasiyası hamamın trapının içine qoyulur. Bax, bu belə buradan axır. Baxın. Untazın kanalizasiyası yoxdur. Daşır tökülür hamamın içine. İndi keçin, evi görsədim. Bu bir damla ibarət olan evin içini görsədim sizə. Bu ev mənə 3 otaqlı adına verilir. Çıxdım pilləkəndən. Deməli, yağış yağanda mən məcburam xunada əqqalı soyunum. Xunanı. DSP ilə xunanı lambirinlə yığırlar. Xuna işqafı asılmadığına görə xuna işqafının üst gözün dalına keçirlər. Alt gözün vururlar. Açıq balqonu, bax, sirkələnir. Baxın, xaladelinin ağzını açıram. Bax, xaladelinin ağzı qayıdır, örtülmür. Gərək məcbur örtən. Keçdik, bura balqondur. Bu otağın biridir. Gəlirsən, bu zaldır. Bu da otağın biridir. Bax, bu da otağın biridir. Bura verilibdir. 2 otaq. 2 otaqlıdır, 3 otaqlı adına verilib. Evdə bir damdan ibarətdir. 4 otaqlı ev olur. 2 otaq bir üzə salıblar, 2 otaq bir üzə salıblar. Bir üzə bir qaşqın yığıblar, bir üzə bir qaşqın yığıblar. Tamam, hər tərəfi bərbad gündədir. Cənab prezident, xahiş edirəm. Gedən tikintiləri, ayrılan büdcələri nəzarət alasınız. Bütün hər bir tərəf uçub tökülür. Baxın, xuna mebeli verən dövlət üst gözü verməyə gücü mü çatmır? Çatır. Deməli, buranı artırırlar, pulu yeyirlər. Üst gözə işqaf vurulmadığı üçün üst gözün işqafını ləğv eləyirlər, alt gözü işqaf salırlar. Baxın kafellərə. Baxın, əlim düşür arasına. Baxın, sökülüb dökülür. Çaydanı qoymuşam qarşısına ki, tökülməsin. Baxın, sizin ayırdığınız remontu bax belə eləyirlər. Aboylara baxın, altı yoxdur. Gətirib buradan yapışdırıblar, tökülür yerə aboy. Baxın, bunun tuzu yapışdırıblar. Baxın, cücələr çıxır altdan. Hani bura ayrılan pullar? Hani dövlət prezidentimizin ayırdığı büdcə vəsait ki, bizi ayın 9'undan üzü bu yana bizə zulüm verirlər. Bu böyük bir problem deyil ki, bu 30 ilə, 35 ilə həll oluna. Bu Qarabağ problemi deyil. Bu ev problemidir. Niyə mənə 3 otaqlı düşdüyü halda mənə 2 otaqlı mənzil verilib, o da bərbad gündür.